Gertruda Bell, millətlərin və sərhədlərin anası. Onu ərəb krallarının və krallıqların yaradıcısı adlandırırdılar. O, açıq şəkildə yazırdı ki, biz öz kralımızı təyin etdik və xəritədəki xətləri şəxsən mən çəkdim. Söhbət Feysəl 1-in İraq kralı elan edilməsindən gedir. Bell Lawrence ilə birlikdə Qahirədə ərəb bürosunu yaratdı. Şərqin bütün torpaqlarına agentlər və casuslar göndərən kəşfiyyat qurumu. Şəhrinin kraliçası filmində o belə təsvir olunur. Alçaq, hiyləgər, çirkli, yalançı və amansız qadın. Sonralar o, Bağdaddan atasına yazmışdı ki, artıq kral yaratmayacağam. Bu çox yorucudur. Hazırda onun ardıcılı olan Brenda Schaffer Azərbaycanda fəaliyyət göstərir.